Salam dəyərli izləyicilər, bu günlər sizə psixoloji nitq inkişaf ləngiməsi haqqında danışacağam. Bu diaqnoz uşaqlarımızda görünən, uşağın psixoloji yaşı ilə bioloji yaşının üst-üstə düşməməsinin göstəricisidir. Psixoloji yaş dedikdə ən önəmli hissə, yəni uşağın idrak proseslərinin, kiçik motorikanın, böyük motorun, qavrama və anlamanın, nitqin, ünsiyyət bacarığının, sosiallaşmasının, öz xidmət bacarıqlarının normasında olmamasıdır. Məsələn, 2 yaşında uşaq 2 sözdən ibarət cümlə qurmalıdırsa, mama getdi, nənə gəldi kimi cümlələr qurmalıdırsa, əgər 2 yaşında uşaq nitqdə bu cümlə yoxdursa, təbii ki, ola bilər ki, orada qavramada geri qalır, kiçik motor bacarıqlarda geri qalır, diqqət bacarıqları da yaşına uyğun deyil və belə olduğu təqdirdə indiki diaqnozdan biz bunun adını ekspresiv resepsiv nitq ləngiməsi adlandırırıq. Resepsiv isə passiv lüğətin, yəni ümumiyyətlə beynin inkişafını göstərən hissədir. Əgər sizin uşağa ekspresiv resepsiv nitq ləngiməsi diaqnozu qoyublarsa, burada resepsiv hissə uşağın anlaması, qavraması, yəni beyin inkişafının göstəricisidir. Yəni bu da dala qalır. Ekspresiv hissə isə yəni uşağın ünsiyyət bacarığının, nitqin geri qalmasıdır. Biri var, yəni idrak prosesləri beyin inkişafının göstəricisidir. Biri də var, beyni təzahür edən nitqin, onun üzə verən hissənin də geri qalmasıdır. Lakin belə bir diaqnoz var ki, sadəcə ekspresiv nitq ləngiməsi. Burada, yəni beyin hissə, anlama, qavrama, diqqət, bu hissələr heç bir problem yoxdur. Sadəcə nitqdə problem var. Yəni bu diaqnozlar 2 ayrı diaqnozlardır. Bu çox önəmlidir. Bizim mərkəzimizə gələn adlı pasiyentimiz hal-hazırda 9 yaşı var. Bizə müraciət edəndə 3 yaşı var idi. Ekspresiv reseptiv nitq ləngiməsi diaqnozu ilə gəlmişdi. Siz onunla uzun müddətlə işlədiniz. Hal-hazırda məktəbə gedir və yaşıdlarından fərqlənmir. Bu nəticəyə necə nail oldunuz? Bu haqqda bizə danışa bilərsiniz. Əslində biz o uşağımızla 6 yaşa qədər mütəmadi işləmişik. Yəni 9 yaşa qədər o uşaq məktəbə gedib, məktəb dövründə artıq ona psixopedaqoqun dəstəyi önəmli idi və orada psixopedaqoji dəstəyi alıbdı. Amma 6 yaşa qədər olan inkişafın tamamlanmasına ən böyük rollardan biri mənim rolumdur. Təbii ki, anlama, qavrama, nitq proseslərində hər birisində dəstək olunubdu və eyni zamanda həm loqopedlə məşğul olunub, həm də psixoloq seansları alıbdı. Burada önəmli hissə nədir? Valideynlərimiz də bu sual verir. Sizdə ekspresiv resepsiv nitq ləngiməsi ilə gələn hər hansısa bir uşaq öz yaşıdlarına gəlib çata bilibmi və yaxud ki, mənim uşağım da öz yaşına gəlib çata biləcəkmi yoxsa yox? Bu çox vacib həqiqətən sualdır. Lakin burada önəmli olan hissələr var. Birinci, ailənin düzgün şəraitdə və ailənin də bizə dəstəkçi olması. Çünki mən işləyirəm, məsələn, nitq və anlama qavramanı işləyirəmsə, ailə öz xidmət bacarıqlarını, sosiallaşma bacarıqlarını işləməlidir. Bizdə gün ərzində uşaq saat, yarım 2 saat məşğul olursa, təbii ki, evdə 7-24 olur. Bunun öz xidmət bacarıqlarını, valideynin dəstəkçi olması, ona öyrətməyi, sosiallaşma bacarıqlarında dəstəkçi və köməkçi olması, bu hər bir şeydə dala qalır. Əgər anlama, qavrama dala qalırsa, digər bütün proseslər də dala qalır. Diqqətin yığılmasında mən məsələn 45 dəqiqə olan seansda ona dəstəkçi oluramsa, yəni çöldə diqqətin yığılması, bir neçə hadisəyə diqqətini verməsi uşağın, bu artıq yanında olan ananın belə deyək də dəstəyinin nəticəsidir. Həqiqətən də çox yaxşı, anası da onunla bərabər işləyibdi və bizim belə bir komanda şəklində aldığımız nəticədir. Sadəcə mənim nəticəm deyil orada olan. Önəmli hissə nədir? Ondan 6 yaşa qədər düzgün formada gətirib çatdırırıq. Müəyyən orada hiss olunmalar olur. 6 ay qədər, 7 ay qədər uşağın ləngidiyini hiss eləyə bilirik. Sadəcə məktəb dönəmi çox önəmlidir. Düzgün məktəbin seçilməsi, bu digər videomuzda da olacaqdır. Həmin o videodan izləyib bu haqqında məlumatlar ala bilərsiniz. Düzgün məktəbin seçilməsi, düzgün müəllimə ilə kontaktın olması, uşaqların öz yaşda uyğun olması, ləngiyən uşaqların 1 yaş daha gec məktəbə getməsi çox-çox vacib olan hissələrdəndir. Burasını bildirməliyəm ki, yəni bizim öz yaşına gəlib çatmayan bu diaqnozlu uşaqlarımız varmı? Var təbii ki. Burada düzdür, önəmli məqamlar var. Necə olur ki, eyni diaqnozlu uşaqlardan bəzilərində biz istədiyimiz nəticəni ala bilmirik və digər yaşıdlarından daha çox fərqlənir?
Məncə ən önəmli hissə birinci psixoloqun düzgün formada ardıcıllıqla işləyə bilməməsidir. Çünki valideyn gəlir ki, mənim uşağım danışmır, nitqi düzgün deyil. O qorxu ilə gəlir. Psixoloq da o tərəfdən yanaşır ki, nitqi normasına gəlsin, çatsın. Axı siz özünüz də bilirsiniz, psixoloji nitq inkişaf ləngiməsinə önəmli olan sadəcə nitq deyil, nitq ən axırıncı üzə göstərilən bir hissədir. Ondan əvvəl qavrama anlamasını düzgün işləməlidir, kiçik motorikanı, diqqəti düzgün formada, qaydasında işləməlidir. Oyun fəaliyyətinin qaydasında işləmək. Oyun fəaliyyətinə bir çox hissədə burada fikir vermirlər. Oyuna çox önəm vermirlər. Daha çox işlədirlər nitqi, sözləri öyrədirlər, sözlərdən sualları öyrədirlər. Amma uşaq görürsən ki, öz yaşına uyğun oynaya bilmir. Emosional zəkaya önəm vermirlər, təxəyyülə, yaradıcılığa önəm vermirlər. Düzgün psixoloqun burada işi gedirsə, yenə də əgər uşaq öz yaşına çatmırsa, birinci uşağın temperamenti çox önəmlidir. Uşaq ola bilər ki, yəni doğulandan bəriyə ləng tərpənən, ləng gedən uşaqdır. Sən nə qədər zəhmət çəkirsən çək, o həmişə onun temperamenti bu formada davam edir. 30%, 40% irəliləyir, amma bundan artıq irəliləyə bilmir. İkinci növbədə ən önəmli vacib olan isə ailənin bizə dəstək göstərə bilməməsidir. Valideyn gəlir deyir ki, mən uşağımdan öz məşğul ola bilmirəm. Tamam, sizin kimi məşğul olmağı onsuz da yəni gözləmirik də. Bizim orada o verdiyimiz eforu valideyn də o qədər səhv eləməsin, amma onu gün boyuna yaysın. Biz 45 dəqiqədə onu veririksə, heç olmasa gün boyunca onun müəyyən hissələrini eləsin. Biz nə bilim anlama işləyəndə o öz xidməti işləsin. Bacarmırsa o tərəflər geri qalır. Uşaq bir tərəfdən irəli gedir, amma digər tərəflər geri qalırsa, həmişə o yaş fərqi bilinir, görsənir. Bir də burada vurğulamaq istədiyim bir hissə odur ki, sadəcə ekspresiv reseptiv nitq ləngiməsi ilə rastladığımız diaqnozlar çox azdır. Bəzən olur ki, yanaşı diqqət əksilliyi və hiperaktivlik də olur. Bəzən olur autizm spektr pozuntusu da olur. Bəzən olur ki, paralel olaraq digər uşağın emosional zəkasında da çox problemlər vardır. Yanaşı 2-3 diaqnoz eyni uşaqda baş verir. 2-3 diaqnozu olan uşağın həm davranış problemi var, həm ekspresiv reseptiv nitq ləngiməsi var. Bu uşağın seansa marağı yoxdur, bu uşağın oyuna marağı yoxdur, istəyi yoxdur, özünün səyi yoxdursa, 2-3 diaqnozla bir yerdə işləmək həmişə çətin olur. O tərəfi də işləyirsən, bu tərəfi də işləyirsən, həmişə o fərq görsənir, bilinir. Bu da bizim işimizin qarşısını alan hissələrdən biridir. Və yaxud uşaqların pis vərdişləri olur ki, necə ki, böyüklərdə olur bu. Uşaqlarda televizor, telefona bağımlılıq var, şokolata, şirniyyata bağımlılıq var. Bu uşaqlarda bir qidasına fikir vermək çox önəmlidir. Və yaxud ki, hər hansısa bir əşya ilə, oyuncaqla tək başına oynamaqları var. Çox şeyə marağı yoxdur, hər bir şeyi sınamazlar. Xüsusi sevdikləri oyuncaq var, ondan yapışıb qalarlar gün ərzində. Valideyn də sakit olsun, ağlamasın, özünü narazı bildirməsin deyənə elə ancaq onunla oynamasına icazə verir. Amma bu televizor bağımlılığı azaldıqda, qidasına önəm verildikdə, digər vitaminlərdir, digər fizioloji olaraq hissələrə də önəm verildiyi təqdirdə təbii ki, uşağımızda diaqnozunu aradan qaldırmaq çox-çox daha rahatlaşır.